Uca dağların qoynunda yerləşən Qılıncı kəndində səhər günəşdən əvvəl oyanan bir səs var. Bu, illərlə susan torpağın yenidən nəfəs aldığını xəbər verən bal arılarının vızıltısıdır. Vaxtilə yalnız küləyin dolaşdığı bu dağlarda indi yenidən həyat, zəhmət və ümid var. Bu həyatın qəhrəmanlarından biri də İsmət Quliyevdir. O, 23 yaşından doğma kəndini tərk etməyə məcbur qalmışdı. Aradan 34 il keçəndən sonra isə ata ocağına qayıdaraq uşaqlıq xatirələrinin izinə düşüb. İndi hər səhərini arı yeşiklərinin yanında qarşılayır. ...2021-dən biz gəlirik bura, o vaxtdan da elə arı gətiririk bura. Burada arıçılıq üçün çox gözəl şərait var. Düzdür, Azərbaycanın çox yerində belə gözəlliklər var, yəni arıçılıq üçün yerlərimiz var. Amma Kəlbəcər daha uyğun gəlir arıçılıq təsərrüfatı üçün. Ona görə ki, burada çiçəklərin, güllərin sayı çoxdur, sularda mineralların olması şərtdir. Onların hər biri, yəni bu arıçılıq təsərrüfatı üçün üstündür. Biz demək olar ki, mən bir 100-150 yeşiyə qədər mənim arım var burada. Arılar burada Kəlbəcərdə, yəni deyək ki, arının inkişafı çox gözəl olur, çox yaxşı olur. Mən qışda da qışlamağa burada Kəlbəcərdə qoymuşdum. Yaza çox gözəl çıxdılar, yaxşı çıxdılar, təmiz çıxdılar. Xəstəliyə də qarşı indi Allah'a şükür hər bir dərmanlar da var, çıxıbdır. Amma hal-hazırda biz onu vermirik, ona görə ki, bal dövrüdür. Bal çəkiləndən sonra biz onlara artıq bu bitə qarşı, gəniyə qarşı biz onlara dərmanlayacağıq, qışa hazırlıq görəcəyik ki, qışa rahat geçsinlər, sağlam çıxsınlar yaza. Burada göstərim sizə. Hələ ki, yuvaların üstü sıvamayıb, amma balla doludur. Bu deməli, bunlar artıq baldır. Bunların çəkilməsinə hardasa yenə bir 15-20 gün vaxtı var. Belə bir ailədən 30 kilo, 35 kilo məhsul gözləyirik. Həyətdə isə başqa bir həyat davam edir. Axşam süfrəsi üçün paxla yığan Gülüstan Quliyeva bizi təbəssümlə qarşılayır. Vaxtilə bu evə gəlin gələn Gülüstan xanım illər sonra yenidən doğma həyətində torpaqla nəfəs alır. Uzun illərdən sonra yenə çox şükürlər olsun Allahımıza gəlib əkirik, becəririk. Arıçılıqla məşğul oluruq, təsərrüfatımız var. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. İllər sonra yenə bu torpağa qayıtmışıq. Ondan gözəl heç nə yoxdur. Gün batdıqca Kəlbəcərin zirvələri qızılı rəngə boyanır. Gün boyu çiçəklərdən çiçəyə uçan arılar yuvalarına qayıdır. Həyətdə görülən işlər tamamlanır. Quliyevlər ailəsi isə zəhmətlə keçən daha bir günün ardından sabahın ümidinə köklənir. Sabah günəş yenidən budaqların arxasından doğacaq. Arılar yenə pətəklərindən çıxacaq. Qılıncı kəndində isə həyat yenə eyni səslə bal arılarının vızıltısı ilə başlayacaq.